Bura Bakıdır. Penaltı ləğv olundu. Və bugün bizi Bakı derbisi gözləyir. Bura Bakıdır, turistlərin sevimlisi, Azərbaycan paytaxtı, küçələri, dənizi ilə sirli bir şəhər. Bu şəhərin hər daşında bir tarix yatır, lakin bugün tarix yazmağa başqa bir məkan. Və bugün bizi Bakı derbisi gözləyir. Azərbaycan iddialı gənc klubu Sabah, babalarımızın klubu Neftçiyə qarşı. Bir tərəfdə yeni nəslin arzuları, digər tərəfdə isə köhnə məktəbin gücü. Bu bir paytaxtın nəfəsidir. Sabahın hal-hazırda maraqlı bir seriyası var. Artıq 10 oyundur ki, Neftçiyə uduzmur. O 10 oyunun 5-i Sabahın qələbəsi ilə, 5-i isə heç-heçə ilə bitib. Sabah və Neftçi oyununa, Bakı derbisinə artıq saatlar yox, dəqiqələr qalıb. Azarkeşlər artıq tribunada yerlərini tutur, ultraslar plakatlarını düzəldir. Oyuncular isə məşqə hazırlaşırlar. Bəlkə də mən bu videoda az danışacağım, pis danışacağım. Video qısa olacaq, keyfiyyət salınacaq. Amma siz bu emosiyaları başa düşməlisiniz. Həyatımda ilk dəfə, yəni mən heç vaxt belə yaxın olmamışam qapıya. Gördüyünüz kimi Stas Pokativov qapıçıların məşqçisi ilə məşq eləyir, oyuna hazırlaşır. Hətta belə pişik sayağı seyirlər də eləyir, inanılmaz. Oyun artıq başlayıb, hər iki tərəfdən inanılmaz dəstək var. Neftçi çox aktiv oyun göstərir. 10 oyundan ibarət məğlubiyyətsizlik seriyanı bitirmək istəyir. Qəşəng! Hal-hazırda Sabahın qapısına penalti təyin olunub. Hal-hazırda VAR vasitəsilə, VAR sistemi ilə penalti, potensial penalti yoxlanılır. Hakimin qərarı. Ürəyimizi çəkdim, ver qərarı. Penal yoxdur! Penalti ləğv olundu! İlk hissə bitdi. Qolsuz edişə davam edir. Neftçi inanılmaz bir epizodu qaçırdı. İnanılmaz bir epizod.
razvyaska hissəsinə çox yaxınlaşır. Oyun davam eləyir, 65-ci dəqiqədir. Stabil oyun gedir desəm, yanılmaram. Yəqin ki, hər iki tərəfə qarşılıqlı hücumlar var. Hər iki komandanın müdafiə xətti əladır. Gözəl ötürmə. Beləliklə oyun heç-heçə, qolsuz heç-heçə ilə bitdi. Olmaz. Diego!